Salam millət, yeni bir videoya xoş gəlmisiniz. Bu günləri maşındayıq. Bəli, amma maşında olmağımızın bir səbəbi var. Çünki biz bir yerə gedirik. Bəli, düz eşitdiniz, biz bir yerə gedirik və getdiyimizin yerin Avropanın ən böyük akvaparkına gedirik bu saat. Saat 10'a işləyir 12 dəqiqə və bu akvaparka bilet almaq fərqlidir. Bir biletlə təbii ki, biletlər o bir akvaparklara nisbətən daha fərqlidir. Azərbaycanda mən akvaparka, yəni nə yalan deyim, 8 il falan bəlkə getməmişəmdir, almamışam deyə bilmirəm, amma mən getdiyim vaxtlarda vaxt ödənişi yox idi. Yəni vaxt söhbəti yox idi. Sadəcə ödənişi eləyirdiniz, içəri girdiniz, bir də bayıra çıxırdınız da, işə. Amma burada elə deyil. Əsas da ki, bu indi getdiyimiz park, akvaparkda 2 saatlıq ödəniş var, 4 saatlıq və bütün gün. Və bizim biletimiz də bir günlükdür, yəni bütün gün orada olacaq. Akvapark 10'da açılır, amma sürüşkənlər falan filan bunlar hamısı saat 1'də açılır. Biz də indi yola çıxdıq, hardasa 2 saat falan yolumuz var. Çünki bayağı uzaqdadır. Ona görə vaxt aparacaq. İndidən vloga girdik. İndi gedirik bir də Bakı dolduraq təzədən. Çünki uzaq yoldur və burada otobanda ya şose deyirlər də, səhv eləmirəmsə. Bu böyük yollardakı benzin kolonkalarda bahadır, çox bahadır benzin. Ona görə bunu getməmişdən qabaq vururuq ki, yolda vurmayaq da benzin, çünki daha baha olacaq. Şəhərdən, hətta burada belə bir şey var ki, benzinin qiyməti hər şəhərdən bir dəyişir. Bu şəhərdə benzinin qiyməti fərqlidir, başqa şəhərdə benzinin qiyməti fərqlidir. Bəli dostlar, Yancalıoğlu məntəqəsinə gəlib çatdıq. Bu arada Patpresi buradakı xüsusi suna yuma qərarına gəldim. Çünki Patpresdə çoxlu ölü həşəratlar var idi. Onları yuyub qəşəng yolumuzu da daha yaxşı görməyimizə yardımcı olacağı üçün belə elədik. Qəşəng bunu yuyuruq. Bu arada bu tam pulsuz şəkildədir, yəni istifadə edə bilərsiniz. Bu hər yanacaq doldurma məntəqəsində var və bunu hər kəs istədiyi kimi istifadə edə bilər. İndi də quruluyuruq şüşəni, ondan sonra da ödənişimizi eləyib yolumuza davam edəcəyik. Millət, məkana gəlmişik. İndi bir də yüngülvarı yemək yeyək. Orada ölməkdən vardı. Ha, orada. Orada. Harda? Orada. Millət, burada bir də belə sürüşkən var. Yəni buradan sürüşəndə bütün içəridəkilər hamı sizi görə bilir. Hələlik bağlıdır. Çəkilimizi elədik, paltarlarımızı qoyduq şkafa, indi də yuxarı çıxırıq hovuz və spa yerinə. Pilləkənlərdən yuxarı çıxanda mənzərə qarşılayır bizi, belə bir gözəl bir mənzərə qarşılayır. Buradakı ağaclar falan, yəni çox gözəldir, hovuz dəhşət böyük. Burada spa yeridir, qabaqda gördüyünüz spanın girişidir, amma bu lejaklar spaya aid deyil, yəni spaya gələnlər istifadə edə bilər, gəlməyənlər də istifadə edə bilər. Aşağıda yer olmayanda, məsələn yuxarı çıxıb buradan istifadə edə bilərsiniz. Burada da ağacların hamısı təbiidir bu arada, hamısı ana təbiət hamısı buradadır. Gördüyünüz bütün lejaklar bu arada hamısı pulsuzdur, yəni hansına boşdursa dəsmalınızı qoyub və ya hər hansı bir əşyanızı qoyub onu özünüz üçün rezerv eləyə bilərsiniz.
Çox gözəl bir atmosferi var. Heç ağlımızdan belə keçmirdi belə bir şeylə qarşılaşacağımız. İndi də gedək sizə ikinci hissəni göstərim. Bunun başqa bir tərəfi də var. İndi gedək oranı da sizə göstərim. Burada da belə təras yeri var. Maalesef Polşada yaşadığımıza görə hava çox vaxt belə pis olduğuna görə yağışlıdır və bayıra çıxa bilmir, ona görə bomboşdur. Amma yəni hava isti olanda orada da yaxşı qəşəng vaxt keçirmək olar. Burada dediyim ikinci hovuz yeridir və uşaqlar üçün olan yeridir. Və burada da yemək yeyə bilirsiniz həm də. İkinci hovuzda da yenə o birisində olduğu kimi lejaklar var uzanmaq üçün, dincəlmək üçün və buradakı hovuzun o birisi hovuzdan tək fərqi odur ki, bu hovuz getdikcə dərinləşir və ən axırda 2.3 metrə qədər dərinləşirdi, dərinliyi vardı. Bu da uşaqlar üçün olan yerdir. İndi isə sizi əsas yerə, sürüşkənlərin olduğu yerə götürək. Bəli millət, bu parkdan sonra saat 9'un yarısıdır. Amma çox pis bir şeylə qarşılaşdıq orada. O da ki, sürüşkənlərdə orada yazılmışdı ki, sürüşkənlərdə metal əşyalarla girmək və ya metal əşyalar, GoPro və ya digər kameralarda, o şimdi telefon falan heç bir şey. Sadəcə əyninizdə paltarla gedə bilərsiniz də, başqa əlinizdə heç nə olmaz. Nəm üzüydü, sırğadı, boyun bağıdı, odur budur, bunlar heç biri olmaz. Ona görə heç bir video çəkənmədim. Yəni sadəcə oranın necə atmosferi, necə olduğunu, nə qədər şeylərin, attraksiyaların olduğunu göstərə bildim. Çox təəssüflər olsun ki, indi də evə qayıdırıq. Çox dəhşət maraqlı sürüşkənlər var idi. Çox maraqlı idilər və Ula ilə ikimiz də çox həzz aldıq bundan. Amma
çox təəssüflər olsun ki, onu çəkənmədim. Hətta çəksəydim və sizin üçün də çox maraqlı görünəcəkdi, çox maraqlı olacaqdı həqiqətən. Amma alınmadı, eləyənmədi, icazə vermədilər. Bir yerdən keçirdəndə o bir yerdə tuturdular ki, olmaz falan filan. Daha bir nəfərə heç qaytarmadılar onları kamerası. Bir nəfər gizlincə keçirtmişdi. Onlar sürüşəndə bir yoxladılar onları bir dəfə də. Yəni belə bir ciddi bir şey var idi. Belə yaxşı idi, amma video çəkənmədiyimizə görə biraz belə pis oldu mənim üçün. Çünki çox böyük ümidlərlə gəlmişdim. Yəni çox qəşəng videolar çəkib, maraqlı videolar çəkib sizinlə paylaşmaq istirdim və sizi də görməyinizi istirdim. Yəni Avropanın ən böyük akvaparkıdır. Onu sizinlə bölüşmək istirdim. Amma alınmadı. Hardasa 2 saat falan yol gedəcəyik. Amma Ulan Ataskilə gedirik, öz evimizə getmirik, öz şəhərimizə, Qdinyaya buradan hardasa 4 saat, 5 saat falandır. Ona görə Ataskildə gedib qalacaq, keçirəcəyik gecəni. Gələndə də elə elədik, Ulan Ataskildən gəldik. Bura gələndə də bizim evdən birinci Ulan Ataskilə gəldik, bir gün deyək də belə keçirdik orada. Sonra səhər yeməyini yeyib gəldik bura. Və buranın gecədir, onların evinə qayıdırıq təzədən. Yenə gecəni orada keçirib gedəcəyik başqa şəhərə. Çünki mənim imtahanım var. Gedək orada iştirak eləməyə, imtahana getməyə. Və yol üstü orada da akvapark var, bizim xoşladığımız akvaparkdır. Oraya gedəcəyik, görək necə olur.